Salam əziz iştirakçılar, yenə sizi görməyə şadam. Biz bugün Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Maariflən Dəstək Al, İnteqrasiya Ol silsilə təlimlərinin 4-cü təlimini keçirik. Və xatırlayırsa biz keçən təlimlərimizdə insan hüquqlarını danışırdıq. Bugün də insan hüquqlarını davam etdirəcəyik. Çünki insan hüquqları çoxdur və hər biriniz o öz hüquqlarınızı bilməlisiniz. Məsələn, biz müəyyən əvvəlki təlimlərdə müəyyən sahədə hansı hüquqlarınız var, onları dedik. Məsələn, tutaq ki, yaşamaq hüququdur, söz azadlığı hüququdur, nə bilim, səhiyyə və s. Amma hüquqlar çox olduğu üçün biz davamlı olaraq hazırki təlimimizi də insan hüquqlarının davamı olaraq aparırıq ki, siz başqa hansı sahədə hüquqlarınız var, onları da öyrənəsiniz. Gəlin bu mövzuya keçməmişdən əvvəl xatırlatma eləyək ki, keçən dəfə mən sizə demişdim, biz indiyə qədər hansı hüquqları keçmişik? Kim deyə bilər? Çünki siz gərək keçdiklərinizi yadınızda saxlayasınız, biləsiniz hansı hüquqlarınız var ki, biz növbəti hüquqlara keçək ki, siz biləsiniz ki, hansılar vardır. Yoxsa biz buradan keçirik, siz yadınızdan çıxardısınız. Sabah mən yenə keçirəm, onun mənası olmayacaq. Siz gərək yadınızda saxlayasınız ki, hansı hüquqlarınız var. Ona görə gəlin bir keçmişə qayıdaq, keçmiş təlimlərimizə qayıdaq və yadınıza salaq hansı hüquqlar var. Gəl, sən aktivsən həmişə, gəl ora. Sən gələcəkdə vəkil olacaqsan. Özünü təqdim elə. Salam, mən Hüseyin, 10 yaşım var. Soyadım Qulzadadır. Biz söz azadlıq hüququnu keçmişdik. Sonra hansıları keçmişdik? Azadlıq hüququnu keçmişdik. Sağ ol, sonra? Yaşamaq hüququnu keçmişdik. Yaşamaq hüququnu keçmişdik, əla. Yadında döysə, bəs eləyər, artıq sən çox dedin. Başqalarına saxla. Təhsil hüququnu da keçmişdik. Təhsil hüquqlarını keçməmiş, amma var təhsil hüquqları. Gəlin, sağ ol, ged otur. Sonra, gəl. Biz konstitusiyada olan hüquqları keçirik də. Konstitusiyamızda hansı hüquqlarımız var? Mən adım Aysu, 15 yaşım var. Bizim keçdiyimiz hüquqlar söz haqqı hüququ, sağlamlıq hüququ, vətəndaşlıq hüququ. Vətəndaşlıq hüququ, əla, sonra? Biz sığınacaq hüququ. Sığınacaq hüququnu keçməmişik hələ, amma keçəcəyik. Yəni keçdiklərimizdə nə yadınıza qalıb? Keçən dəfə Vəsiyyətnamə haqqında. Bərəsəri hüququ. Bərəsəri hüququ. Əla, sonra yanında qalmasın, ged otur, başqalarına qalsın. Çox sağ ol. Sonra kim deyə bilər, hansı hüquqları keçir, gəlir. Ən çox... Salam, mənim adım Əyidir, 10 yaşım var. Bizim hüquqlarımızdan biri də bərabərlik hüququ. Əla, gözəl, çox sağ ol, minnətdaram. Biz ən çox və ən tez-tez rastlaşan hüquqların birindən danışdıq keçən dəfə. O hansı hüquq idi? Hamı deyir ki, bax, deyirlər ki, mənim bu hüququm pozulur, mənim bu şeylər olur, nə bilim, azadlıq olur. Onu dedik. Sonra mülkiyyət hüququ. Bəli, ən çox hüquq Azərbaycanda bir çox hallarda şəxslərin mülkiyyət hüququ pozulur. Gəl, gələn yaz burada da bir dənə, sən də dinləyək. Hansı hüquq idi o ən çox pozulan danışdığımız? Özünü təqdim edə, sonra deyək. Mən Fatimə, 15 yaşım var, mülki hüquqlar. Mülkiyyət hüququ. Mülkiyyət hüququ. Mülki hüquq başqadır, mülkiyyət hüququ başqadır. Keç otur. Yox, ya ehtiyac yox. Mülki hüquq bütün sahələri əhatə edir, amma mülkiyyət hüququ konkret olaraq əmlaklarla bağlı. Kiminsə evi varsa, bunu evinə kimsə sökürsə, ya dövlət sökür, ya kimsə gəlir bunun evin içində ərazisində torpağını tikirsə və yaxud da ki, zabor çəkir, bunun ərazisindən girirsə, bu bunun mülkiyyət hüququnun pozulmasıdır. Yaxşı, indi keçək konstitusiyamızda nəzərdə tutulmuş digər hüquqlardan. Biz 33-cü maddədə qalmışdıq. 33-cü maddə yenə də mülkiyyət hüququnun pozulmasının bir növüdür. Bu, hər kəsin mənzil hüququnun olmasıdır. Yəni, o deməkdir ki, siz öz mənzilinizdə yaşadığınız zaman heç kəs sizin mənzilinizə daxil ola bilməz.
Yadınıza qaldı? Gəl. Bu da balaca bizim iştirakçımız. Gel otur. Gəl sən burada otur, gəl. Gəl burada otur, gəl başda otur, gəl. Olmazlıq hüququ odur ki, heç kəs sizin iradənizə zidd olaraq evinizə daxil ola bilməz. Bu, hətta dövlət orqanlarına aiddir. Yəni, polisdir, prokurorluqdur, digər orqanlar sizin yaşadığınız mənzilə siz istəmədiyiniz halda daxil ola bilməzlər. Amma burada istisna var. Bununla bağlı əgər məhkəmənin qərarı olarsa və yaxud da ki, hüquq mühafizə orqanlarının qərarı olarsa ki, sizin evinizə hər hansı bir məsələ ilə bağlı axtarış, yoxlama və yaxud da ki, daxil olma qərarı olarsa, o qərarı həmin hüquq mühafizə orqanı göstərərək sizin mənzilinizə daxil ola bilərlər. Bu, həm də polis haqqında qanun da öz əksini tapıbdır ki, yəni polis orqanları müvafiq sənəd göstərməklə sizin mənzilinizə daxil ola bilərlər. Demək, mən bunu qeyd edeyim, yadınıza qalsın deyə. Mənzil hüququ. Soruşacağım, bunun növbəti təlimlərdə. Yadınıza qalsın, mənzil hüququ. Növbəti hüququmuz Konstitusiyamızın 34-cü maddəsində öz əksini tapıbdır. Bu da ki, nikah hüququ. Nikah hüququ nədir? Bunu da yadınıza saxlayın. Çox vaxtı bəzi hallarda pozulur bu da, amma yadınıza saxlayın ki, heç kəs məcburi ərə verilə bilməz və heç kəs evləndirilə bilməz məcburi qaydada. Yəni, bu nikah hüququ. Hər kəsin özünün seçdiyi şəxslə ailə qurmaq hüququ var. Buna deyirlər nikah hüququ. Yadınıza qaldı. Və nikah hüququna da həmçinin daxildir ailədə olan münasibətlər. Yəni, valideynlərin hüquqları var, uşaq hüquqları var. Onu biz ayrıca deyəcəyik uşaq hüquqları haqqında. Və hər kəsin vəzifələri də var. Bu nikah hüququ daxilində. İndi bunu ver mənə, sən bu birisini götür, al. Mən bunu yazım burada, yadınıza qalsın. Hə, ver mənə. Hə, qoydum bura. Qoydum. Arvadın hüquqları bərabərdir. Heç kəs deyə bilməz ki, kişinin hüquqları çoxdur, qadının hüquqları azdır və yaxud da ki, əksinə. Kişi də eyni hüquqlara malikdir, qadın da eyni hüquqlara malikdir. Hər ikisinin eyni vəzifələri var. Məsələn, belə deyək də, uşağı böyütmək kimin vəzifəsi? Kim böyütməlidir uşağı? Mən dedim axı, əgər arvadın hüquq və vəzifələri bərabərdir. Uşağı həm ana da böyütməlidir, həm də ata da böyütməlidir. İndi ola bilsin ki, müəyyən bölgü aparıla bilər öz aralarında. Məsələn, tutaq ki, uşağı yedizdirmək deyə bilərlər ki, anaya deyə bilər ki, ana, sən yedizdir, amma uşağı məktəbə mən aparacağım. Öz aralarında bölgü aparıla bilər. Amma qanun bölgü aparmağa icazə verir. Burada da yəni bərabərlik hüququna gəlirik ki, burada ər-arvadın hüquqları bərabərdir. Hə, indi keçir 35-ci maddəyə. Bu da əsas hüquqlardan biridir. Bir çox hallarda pozulur. Bu hansı hüquqdur? Əmək hüququ. Əmək hüququ, bu da hər kəsin hüquqlarından biridir. Yəni, hər birinizin təbii ki, müəyyən yaşa çatdıqdan sonra istənilən yerdə, istənilən vəzifədə işləmək, əmək fəaliyyətlərlə məşğul olmaq hüququnuz vardır. Və heç kəs sizə deyə bilməz ki, sən bu işə yararlı deyilsən, sən bu iş üçün işləyə bilmərsən, sənin məsələn cinsin, sən qadınsan, bu kişi vəzifəsidir. Belə bir şey yoxdur. Bu da keçən dəfə biz dediklərimiz bərabərlik hüququnun pozulmasını gətirib çıxardır və əmək hüququ şəxsləri tələb edir ki, hər bir şəxs haradasa işləyirsə, işlədiyi yerdə əmək müqaviləsi bağlanmalıdır. Yəni, əmək müqaviləsi olmadığı yerdə şəxsin işlədilməsi qadağandır və sizin də gələcəkdə əgər haradasa işləsəniz, mütləq əmək hüququnu tələb edib, sizinlə əmək müqaviləsi bağlanmasını tələb eləməz. Çünki əmək müqaviləsi bağlanandan sonra sizin daha o
əmək hüquqlarınız daha çox qorunur və sizə qarşı hər hansı bir təzyiq, təsir və ayrı seçkiliyin həyata keçirilməsi yol verilməzdir. Və heç kəs müqaviləsiz işlədilə bilməz, heç kəs zorla işlədilə bilməz. Heç kəs məcburi əmək müqaviləsi şərtlərinə qol çəkdirilə bilməz. Yəni, ola bilir ki, gətirirlər, qoyurlar, deyirlər ki, bu əmək müqaviləsi, bunu imzala, olmaz. Oxumalısınız, orada hansısa bəndlər sizin xoşunuza gəlmirsə, siz deməlisiniz ki, yox, mən bu bəndlə razı deyiləm. Tutaq ki, orada yazır ki, sən gün ərzində 25 saat işləməlisən. Mümkündür bu? Niyə? Bəli. Gündə 24 saat var, sutkada 24 saat var. 25 saat işləmək olmaz. Bir də ki, əmək məcəlləsi var. Əmək məcəlləsində yazılıbdır ki, hər kəs gün ərzində cəmisi 8 saat işləyə bilər. 8 saatdan artıq işləmək olmaz. Həftə ərzində bu 40 saat, gün ərzində 8 saat. Yadınızda qaldı. Və əmək hüquqlarının içində də əlavə başqa hüquqlar var. Bu da əmək müqaviləsində bağlanan. Yəni, siz əmək fəaliyyəti ilə məşğul olanda sizin məzuniyyətiniz olmalıdır. Mütləq. Yəni, mən ildə bir dəfə məzuniyyətə çıxıram. Gedirəm, istirahət edirəm. Gedirəm, xaricdə istirahət edirəm. Və yaxud da ki, sizin əmək hüquqlarının içində ölkə üzrə, respublika üzrə müəyyən edilmiş orta minimum əmək haqqı var. Bugün 400 manatdır minimum. Minimum, yəni minimum 400 manat dövlət qoyubdur ki, 400 manatdan aşağı əmək haqqı ola bilməz. Və sizin də minimum 400 manatdan aşağı məbləğdə müqavilə bağlamaq olmaz. Bunlar hamısı nədir? Əmək hüquqları. Keçirik o birisi növbəti 36-cı maddəyə. Bu isə biraz əmək hüququna irəli gələn hüquqdur, amma biraz provokasyon hüquqdur. İndi mən sizə deyəcəm niyə. Tətil hüququ. İndi deyin görün bu nə deməkdir? Kim deyə bilər? Tətil hüququ nədir? Sən de görüm. Məktəbdə oxuysan, tətilə çıxsan. Odur. Otur. De. Sən de. Məsələn, istəsə, hamının tətil hüququ olur. İndi mən sizə deyim ki, bu tətil hüququ sizin məktəbdə oxuduğunuz, məktəbdə aldığınız tətil deyil. Bu o deməkdir ki, məsələn, siz haradasa işləyirsiniz və sizi gecə-gündüz işlədirlər. Ya da hansısa bir iş rejimindən razı deyilsiniz, hansısa bir rəhbərlə razı deyilsiniz. İşlədiyiniz müdür sizi gecə-gündüz istirahət vermir və sizə məsələn tutaq ki, gəlirsiniz səhər-səhər ofisə oturursunuz işləməyə, stulunuz yoxdur. Altınıza taburet bir şey qoyur, yeşik qoyur, yeşiyində oturursunuz. Və yaxud da ki, nə bilim, kompüter var, printeri yoxdur, printer var, klaviaturası yoxdur. Hansısa işdə, əgər siz narazıdırsa işdə, bu da əmək hüquqlarını bilirsiniz, siz tətil edirsiniz. Deyirsiniz ki, mən tətil, yazırsınız ki, mən tətil elan edirəm. Tətil bir növ etiraz deməkdir. Yəni, işi müdirə etiraz eləməkdir. Yəni, mən bu şəraitdə işləyə bilmirəm və mən tətil edirəm. Siz tətili istəyən adam özü və 3-4 nəfər də yığa bilər, tək də tətil elan edə bilər və yaxud da ki, 3-4 nəfər işçi ilə yığışıb birlikdə tətil elan edə bilər və bu da qanunun, konstitusiyanın 36-cı maddəsi deyir ki, işə götürən, yəni işin müdürü siz tətil elədiyinizə görə sizi işdən çıxartmaq səlahiyyəti yoxdur. Yəni siz ərizə yazdınız, verdiniz ki, mən tətil eləyirəm, bununla razı deyiləm. Siz o ərizədən sonra sizi işdən çıxara bilməz. Yəni bu birbaşa qanun pozuntusudur. Yadınıza qaldı tətil hüququ. Yəni məktəbdə tətil yox, bildiyiniz kimi, əməkdə. Növbəti hüquq
İstirahət hüququ. Bu da əmək hüquqlarının bir hissəsidir və o deməkdir ki, hər bir işçi müəyyən müddətdən sonra, işlədikdən sonra bu istirahət eləməlidir. Yəni, buna istirahət məzuniyyət verilməlidir, buna istirahət şəraiti yaratmalıdır ki, bu getsin, dincəlsin ki, istirahət eləsin ki, sonra bu işlərə yenidən başlaya bilsin. Məsələn, bəzi ölkələr var ki, o ölkələrdə işçini məcburi göndərirlər məzuniyyətə ki, sən gedib istirahət eləməsin. Çünki sən istirahət eləməsən, sənin gördüyün işin nəticəsi olmayacaq, pis olacaq. Sən yorğun olacaqsan, sən əsəbi olacaqsan, sən istirahət eləməlisən ki, gördüyün işlərdə nəticə olsun. Bir çox mühasiblərdir, məsələn də, bütün günü rəqəmlərlə yazırlar, pozurlar, hesablayırlar, onu bunu. Bu, məsələn, bir işləsə, istirahətsiz, bu bir gün səhv edəcək haradasa. 2-nin yerinə 5 yazacaq, 5-in yerinə 10 yazacaq, aləm qarşılayacaq bir-birinə, müəssisənin işi müflis olacaq da. Ona görə də istirahət hüququ mütləq verilməlidir və hər bir işçi öz istirahətini tələb eləməlidir. Yadınızda qaldı, mənzil, nikah, əmək, tətil, istirahət. Bu ikisi əmək hüququnun içində gedir, amma ayrıca bir hüquq olaraq konstitusiyada göstərilir. Növbəti hüquq, bu da əmək hüququna irəli gələndir. Sosial təminat hüququ. İndi deyin görün, sosial təminat hüququ nə deməkdir? Gəl. Mikrofonu götür. Yəni sosial təminat o deməkdir ki, yəni bir dənə işdə sizə yəni kompüter özünüz almalı deyilsinizdə, sizə o kompüteri o işdə verməlidirlər. Sizin geyiminiz olmalıdır işdə, kompüteriniz, hər şeyiniz orada təminat verilməlidir. Gəl otur. Tam olmasa da oxşarlıq var. Sosial təminat hüququ odur ki, yəni hər bir kəs, hər bir şəxs işlədikdən sonra, müəyyən yaşa çatandan sonra bu pensiya almalıdır. Yəni, sosial təminat onun pensiyasıdır. Onun həm pensiyasıdır, həm də ki, o özünün sosial vəziyyətinin yaxşılaşdırılması üçün adam işdən çıxmadan da belə sosial təminat hüququ ala bilər. Məsələn, adam işləyir, bunun yaşayış evi yoxdur, yaşayış yeri yoxdur. Bu müraciət edir ki, mənim sosial təminat hüququm var. Xahiş edirəm, mən sizin müəssisədə 15 il, 20 il işləmişəm, mənə ev verin. Və dövlət orqanları və müəssisələrdə onun sosial təminat hüququnu təmin eləməlidirlər. Və əlavə olaraq onu da deyim ki, bir çox hallarda, məsələn, adam işlədiyi yerdə xəsarət alır. Məsələn, tutaq ki, yıxıldı, ayağı qırıldı. İşlədiyi yerdə və yaxud da ki, nə bilim, hansısa bir şəraitdə göydən nəsə düşdü, patolog düşdü, başı yarıldı. O da sosial təminatdır. Yəni, sənin müdürün, sənin bütün o xərclərini, o müalicədir, onlar hamısını qarşılamalıdır, ödəməlidir ki, sən mənim yerim, mənim işlədiyim yerdə, mənim iş yerimdə sən işlədiyin zaman xəsarət almısan, ona görə onun pulunu həmən müdür ödəməlidir. Buna deyirlər sosial təminat hüququ. Hətta müavinətlər də ala bilər. Buyur. Bu bütün işlərdə olur, yoxsa təkcə Bütün işlərdə. Bütün işlərdə. Bütün işlərdə olur və ona görə dediyim kimi əmək hüququna irəli gələn hüquqlardır və mütləq tələb olunur ki, əmək müqaviləsi olsun. Əmək müqaviləsi varsa, bunlar hamısı olmalıdır. Məsələn, istirahət hüququna bir çox hallarda biz tez-tez rastlaşırıq. Məsələn, mənə də gəlirlər, deyirlər ki, məsələn, dünən bayram idi da, bilirsinizmi? Dünən nə bayram idi? Dünən Silahlı Qüvvələr Günü idi. Silahlı Qüvvələr Günü Azərbaycanda iş günü deyil. İş günü sayılmır. Yəni, ölkə üzrə bu iş günü sayılmır. Bir çox hallarda adamlar gəlirlər, deyirlər ki, mən şirkətlərdə işləyirlər. Gəlirlər, deyirlər ki, bizi bayrama buraxmadılar. Deyirəm, niyə? Deyirlər ki, bu dövlət idarəsi deyil ki, biz bayram keçirdik. Bu qanunsuzdur.